İranın martın 5-də Naxçıvana hücumu ilə bölgədə yaranan gərgin vəziyyət təkcə təhlükəsizlik məsələləri ilə deyil, həm də vətəndaşların gündəlik həyatına təsir edən problemlərlə özünü göstərir. Bu problemlərdən biri də Bakı, Naxçıvan istiqamətində uçuş biletlərinin qaytarılması ilə bağlı yaranan narazılıqlardır. Rəsmi açıqlamalarda həmin istiqamət üzrə alınmış biletlərin heç bir tutulma olmadan geri qaytarılacağı bildirilsə də, praktikada vəziyyət fərqli olub. Çağdaş Az saytına daxil olan şikayət zamanı məlum olub ki, sərnişinlər həmin hadisədən sonra biletlərini qaytarmaq istədikdə Azərbaycan Hava Yolları Azal tərəfindən biletin məbləğindən müəyyən hissə tutulur. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur. Sərnişinlərin sözlərinə görə onlar yaranmış təhlükəsizlik riski səbəbindən səfərlərini təxirə salmaq və ya tamamilə ləğv etmək məcburiyyətində qalıblar. Lakin bileti geri qaytarmaq üçün müraciət etdikdə, əvvəlcədən elan olunan qərara baxmayaraq, onlardan xidmət haqqı və digər tutulmalar çıxılır. Qeyd edək ki, vətəndaş martın 8-də Bakıdan Naxçıvana və martın 13-də Naxçıvandan Bakıya olmaqla gediş-dönüş biletləri üçün 120 manat ödəniş edib. Buna baxmayaraq, bileti qaytaran zaman vətəndaşa 120 manat yerinə 84 manat qaytarılıb. Dünya praktikasına baxdıqda fövqəladə və təhlükəli vəziyyətlərdə aviaşirkətlər daha humanist və sosial məsuliyyətli yanaşma nümayiş etdirməlidirlər. Belə hallarda sərnişinlərin hüquqlarının qorunması, xüsusilə də dövlətə məxsus və ya dövlətlə bağlı şirkətlər üçün vacib məsələ sayılır. Hüquqi tərəfinə gəldikdə isə əgər rəsmi olaraq biletlərin tam məbləğdə geri qaytarılması ilə bağlı qərar verilibsə, həmin qərarın icra edilməməsi həm istehlakçı hüquqlarının pozulması, həm də qanunvericiliyin tələblərinə zidd hesab oluna bilər. Bu halda vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etmək hüququna malikdirlər. Məsələ ilə bağlı sərnişinlər bildirir ki, çətin və gərgin dövrdə onlara əlavə maliyyə yükünün yaradılması sosial baxımdan da qəbul edilməzdir. Onların fikrincə, belə həssas bir vaxtda əsas prioritet vətəndaşların təhlükəsizliyi və hüquqlarının qorunması olmalıdır. Hazırda yaranmış vəziyyətlə bağlı Azərbaycan Hava Yolları tərəfindən rəsmi və detallı izah verilməməsi isə sualların daha da artmasına səbəb olur. Sərnişinlər şirkətdən əvvəl elan olunan qərara əməl olunmasını və biletlərin heç bir tutulma olmadan geri qaytarılmasını tələb edirlər.